Hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəli bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Sabirabad rayonunda. Sabirabad rayonunda qabaqcıl, nümunə, fəal şagirdlərdən birini sizlərə təqdim etmək istəyirəm. Adın, soyadın nədir it bala? Məmmədli Cəmil. Çox gözəl. Neçə sinifdə oxursan? 8-ci. Hansı məktəbdə oxursan? Tağıyev məktəbində. Çox gözəl. Hacı Zeynalabdin Tağıyev məktəbində oxuyursan. Böyüyəndə inşallah hansı peşənin sahibi olmaq istəyirsən? Həkim olmaq istəyirəm. İnşallah. Neçə sinifdə oxursan? 8. İnşallah. Arzu edilir ki, gələcəkdə vətənimizə layiqli övlad olasan və hər zaman biz səni kimi şagirdlərlə fəxr edirik. Babası, siz də təbrik edirik. Allah Taala ömür versin sizlərə. Adınız nədir? Məmmədov Məhəmməd Əlsüyünoğlu. Çox gözəl. Nəvənizə nə arzulayırsınız? Həyatda ən gözəl nə varsa o arzulayıram. Biz də sizə dərin təşəkkür edirik. Çağdaş təhsil komandası olaraq sağ ol deyirik. Siz kimi valideynlərlə, babalarla fəxr edirik. Nənəsinin adınız nədir? Məmmədova Gülaman. Gülaman, çox gözəl. Nəvənizə nə arzulayırsınız? Nə deyə bilərsiniz? Dilərdim ki, o yaxşı insan olsun, yaxşı təhsildə, yaxşı oxusun. İnşallah. Vətənimizə layiqli olsun. Vətən, Ən gözəl vətənimizə layiqli olsun və atasına, anasına, nənəsinə, babasına layiq övladı olsun inşallah. Təşəkkürlər. Mən də Vüsal Kəlbəcəli Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı olaraq mənim də arzum odur ki, gələcəkdə hansı sənətin peşənin sahibi olmağına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olsun. Təşəkkürlər, minnətdaram, çox sağ olun.